Birinci suala baxaq. Deyir ki, 2024-cü ildə Olimpiya oyunlarında Azərbaycan yığma komandası ilk dəfə hansı idman növü üzrə çıxış etdilər? Azərbaycan yığma komandası ilk dəfə 2024-cü ildə çıxış etdilər. 300 basketbol üzrə və badminton üzrə fərdi çıxış. Cavab burada 2-3-dür. Növbəti suala baxaq. Uyğunlaşdırın və halqalar. Halqalar deyəndə nə nəzərdə tutulur? Deməli, D-yə baxaq. Çıxışın əsasında qolaylanma, güc və statik. Statik hərəkətlər halqalarda yerinə yetirilir. Halqalar. Paralel qollar. Paralel qollara baxaq. C bəndinə baxaq. Gimnastik qolların yuxarı hissəsində dayaq və asılma vəziyyətində müxtəlif qolaylanma və uçuş elementləri icra edir. Hərəkətlərin yerinə yetirərkən elementlər bir-bir rəvan şəkildə əvəz etməlidir. Bu aiddir 2C. 3-ə baxaq. Turnik. Burada isə qalır bizə A və B bəndi. B bəndinə baxaq. Çıxış zamanı gimnastik fasiləsiz olaraq qolaylanma, müxtəlif tutma deyirsə, avtomatik turnikdir. Və dördüncü isə A bəndi gəlir. Sərbəst hərəkətlər yerinə yetirilir. Cavab burada A-dır. 3. Bu hərəkət çevişlik qabiliyyətini inkişaf etdirir. Çevişlik qabiliyyətini inkişaf etdirir. Çünki müvazinətin saxlanmasıdır. Çevişliyə aiddir. Dördüncü suala baxaq. Uyğunlaşdırın cədvəli. Şah deməli hər istiqamətə gedir, yalnız bir xana. Cavab burada 1B. Top şaquli və üfüqi gedir. 2C və fil diaqonal üzrə hərəkət edir. 3A. 1B 2 oldu deməli B 1B 2C 1B 2C 1B 2C cavab D. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluq deyirsə, doğrudakı olmalı doğru, yanlışdakı yanlış. Mariya Stadnik 2013-2016-cı ildə Olimpiya oyunlarında bürünc medal qazanıb. Xeyr, Mariya Stadnik gümüş medal qazanıb. Bu səhvdir, yanlışdır. Hidayət Heydərov, Zəlim Koçsov, Zemfira Meftədiyeva, Şərif Şərifov, Radik İsayev həm Olimpiya, həm dünya, həm Avropa çempionları olublar. Düzdür, doğrudur. 30-cu yay Olimpiya oyunları Afinada keçirilib. Xeyr, Afinada keçirilməyib, Parisdə keçirilib. Səhvdir, yanlışdır. 2024-cü ildə Azərbaycan yığma komandası 2 qızıl medal qazanıb, 1 yox. Bu da yanlışdır. Deməli, cavab burada olur. Uyğunluğu deyir. Doğrudakı doğru olmalıdır, yanlışdakı yanlış. Cavab 2, 3, 4. B. Handbolda oyunçu Nisa xəbərdarlıqdan sonra zaman cəzası alır. Bir xəbərdarlıqdan sonra. A bəndi. Futbol topunun qapıya vurulması çevişlik qabiliyyətinin hansı komponentidir? Bu aydındır ki, icra dəqiqliyidir. A bəndi. Dekatlonda birinci gün hansı yarışlar keçirilir? Dekatlonda biz bilirik ki, kişi idman növçülüyüdür və 5 növ istifadə olunur. Birinci sprint qaçışlardır. Sprint qaçışı 7-dir, sonra 9-dur. Yadro ötələmədir. Yadro ötələmə həmişə birinci gündür. Yadda bunu saxlayın. Sonra hündürlüyə tullanmadır və lövhə atmadır. Lövhə atmadır. Cavab 1, 6, 7, 8, 9, bir də 10. Burada cavab 1, 6, cavab C. 300 basketbolda komanda neçə foul limiti var? 300 basketbolun komandanın foul limiti 6-dır. 7-ci, 8-ci, 9-cu faulda 2 cərimə atışı atılır və top verilir rəqibə. Amma 10-cu faulda isə 2 cərimə atışı atılır və topun yiyələnməsi həmin komandada qalır.
10-cu suala baxaq. Basketbol oyununda qeyri-idman faul zərbəsi atışından sonra hansı komanda topu oyuna daxil edir? Qeyri-idman faulundan cərimə atışından sonra həmin komandada topu hakim masasına üzbəyiz tərəfdən top ön zonada topu oyuna daxil edir. B bənd. Hansı komanda cərimə atışını atıbsa. Normal halda oğlanlarda nəbz vurğusu neçə olur? Oğlanlarda nəbz vurğusu qızlardan aşağıdır. Burada isə cavab 70-75-dir. Sürət qabiliyyətinə aid olan düzgün variantı seçin. Birinci, sıx əlaqəsi var sürət gücü qüvvə ilə çevrilir. Bəli, düzdür. 2. Sürət qabiliyyətinin 2 komponenti var. Xeyr, 3 komponenti var. Maili qaçış yolunda sürətlənmə hərəkətin reaksiya tezliyini inkişaf etdirir. Maili yolda qaçış sürətlənmələr maksimal sürəti inkişaf etdirir. Səhvdir. Sürət qabiliyyətinin interval, kontrast, nəzarət metodlarla inkişaf etdirmək olar. Bəli, düzdür. Cavab 1-4. Onurğa zədələnməsi zamanı ikinci tip yardım, həmişə yadınızı saxlayın ki, onurğa zədələnməsi ikinci tip yardım xəstənin arxası üstə xərəyə uzatmaqdır, sərt bir yerə uzatmaqdır. Hər iki vəzifələrin həllinə yönəlmiş insanın məkan və zaman daxilində məqsədli yer dəyişmələri adlanır. Hər iki fəaliyyət. Qısa vaxt ərzində qaçışlar sürət qabiliyyətinə hansı komponentinə uyğundur? Maksimal sürətdir. Bu qısa vaxt ərzində yerinə yetirilən hərəkətlər. Aşağı startdan başlayan qaçışlar hansılardır? Baxaq. Bu qısa məsafəyə qaçışlardır. 1. Sədlərlə qaçış 2. Estafet qaçışı 3. Və salam. Deməli 1, 3, 4. Baxaq. B bəndi. Maneələr üzərində tullamalarla sıçrayışı. Tullamalar varsa maneələr üzərində sürət güc qabiliyyəti inkişaf etdirir. Şagirdlərin fiziki hazır səviyyəsinin ayrı-ayrı inkişafı dinamikasını qiymətləndirmə məqsədi daşıyır. Qiymətləndirmə məqsədi deyirsə, avtomatik bu qiymətləndirmə resursudur. Qüvvənin inkişafında maksimal səy metodu özünü nəyə ittifaq edir? Maksimal səy açar sözdə maksimal sözüdür. Deməli, burada açar sözü maksimal B bəndindədir. Yalnız 1-2 dəfə icra edilməsi mümkün olan maksimal çəki ilə hərəkətdir. B bəndi. 20. Handbol oyununda topun oyunçusu tərəfindən bilərəkdən öz qapı meydançasına yönəldilməsi aşağıdakı kimi qiymətləndirilir. Səhv variantı seçin. Əgər öz qapısından top atırsa, qol sayılır. Top qapı meydançasında qalırsa, o zaman sərbəst zərbəyə rəqib başlayır. Top direyə dəyib meydana qayıtsa, o zaman oyun davam edir. Burada isə yanlış variant D-dir. Əgər top qapı meydançasına keçib oyun zonasına geri qayıtmışsa və qapıçı topa toxunmamışsa, oyun yan xəttdən davam etdirilir. Xeyr, yan xəttdən davam etdirilmir. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluq deyəndə yenə doğrudakı olmalıdır, doğru, yanlışdakı olmalıdır, yanlış uyğunluq deyəndə. Mineral maddələr enerji ilə təchiz edir. Xeyr, bu yanlışdır bu. Yol turşusu qan azlığını aradan qaldırılır. Bəli, doğrudur. B vitamini enerji yaradır. Bəli, doğrudur. D vitamini qan laxtalamasının qarşısını alır. Xeyr, qan laxtalamasının qarşısını alır K. Cavab burada yanlışdır. Deməli, doğrudakı olmalıdır. Doğru, yanlışdakı olmalıdır, yanlış. Cavab 2, 4. D bəndi. Handbol oyununda ləng oyuna görə ötürmədən sonra əgər top qapıya atılmadısa, o zaman sərbəst zərbə təyin edilir. Rəqib komandası sərbəst zərbə ilə oyunu başlayır. A bəndi. Çevrilişi qabiliyyətin hansı tədric vahidlə sıx əlaqəsi var? Biz bilirik ki, çevrilişi qabiliyyətin sürətlə, sürət güclə və ərgənliyi ilə sıx əlaqəsi var. C bəndi. Voleybol oyununa aid düzgün olmayan variantı seçin. Hər setdə 6 oyuncu dəyişikliyi olar. Bəli, düzdür. Burada bizdə deyir düzgün olmayan. Libero torun yuxarı səviyyəsində olsa hücuma keçə bilməz. Bəli, düzdür. Bu da orta xətt tapdalamaq olmaz. Olar. Bunu götürürük biz. Bir komanda heyətinin maksimum 14 oyuncu olur. Düzdür. Deməli, yanlış 3-dür, yalnız 3.
1, 2, 4 düzgündür. 25-ə baxaq. Sürət və sürət güc qabiliyyətinin oxşar cəhətlər hansında verilib? Hansı variantda verilib? A bəndinə baxaq. Ürək damar sistemi ilə sıx əlaqəsi var. Hər ikisində yox. Sürət gücün sıx əlaqəsi var ürək damar sistemi ilə. Sıx əlaqəsi var çevirici qabiliyyəti ilə. Çevirici qabiliyyətlə sürətin sıx əlaqəsi var. Hər ikisinin 2 tərkib komponenti var. Xeyr. Sürət gücün 2 tərkib komponenti var, amma sürətin 3. Hər ikisi yarış metodlarını inkişaf etdirilir. Bəli, D bəndi. O isə Pozbury-Flop tullamanın fazasını soruşur ki, hansıdır bu? Verilən mülahizələr. Deməli, hündürlük plankasına uzaq ayaqla icra olunur. Təkan qıçın sürətli, maksimal dərəcəsi şaquli yuxarı olmaqla düzəldilir. Təkan deyilirsə, avtomatik biz burada açar söz verilib, belə təkan fazasıdır. Pozbury-Flop üsulla tullanmanın fazaları hansıdır? Qaçışdır, təkandır, plankanın keçirilməsidir və yerə enmədir. Ən əhəmiyyətli hərəkət qabiliyyətlər hansıdır? Ən əhəmiyyətli hərəkət qabiliyyətlər bizə ən vacib biz bilirik ki, baza qüvvədir. Qüvvədən sonra gəlir çevikliyi və əyicənliyi. C bəndi. Futsalda güncən zərbə zamanı rəqib topdan neçə metrə aralı durmalıdır? 5 metrə. Futsal oyununa aid olan düzgün variantı seçin. Baxaq. Birinci, oyuncu dəyişiklik etmək üçün məhdudiyyət yoxdur. Məhdudiyyət yoxdur. Bəli, yoxdur. Komanda 7 qayda pozuntusu etsə 10 metrə penalti təyin edilir. Xeyr, bu səhvdir. 5-6-cıda 10 metrə penalti zərbəsi təyin edilir. Bu səhvdir. Hər komanda bir timeout götürə bilər, hər time'da, bəli. Əlavə hissələr oynanılsa, o zaman püşkatma atılmır. Bəli, atılır. Bu səhvdir. Səhvdir. Bu bizə deyir düzgün. Düzgün 1 və 3. Cavab düzgün cavab.